Gəl sana kamera çəkərdim Samir. Yox, belə getsə, belə getsə bahətdir. Onsuz mən dedim ki, tövbə zamanı elə təbliğat aparır. İnsanlar da baxırlar, çoxu deist olur. Moskvadan da çəkmirsən sən ay Samir? Deist, ateist olub çıxırlar. Ya da ki, çoxu da bilir ki, səhv gəlib. Bir şey təzən qayıdır şiəliyə yaşayır. Mən başa düşə bilmirəm. Mən başa düşə bilmirəm də. Bax bu tarixdə deyər ki, sizin bu 4 xəlifəni sevməyimizi biz başa düşdük də indi. Məhəmməd xan bağışla. Burada bir ikisiz Samir dedi də. Dedi biz öyle təbəssürə şiədən qaçmışdıq. Getdik araşdırdıq ki, bunun kökü sünnidəymiş. Da biz onda şiəlikdən niyə çıxırdıq ki buna görə? Yəni deyirəm, tövbə zamanı elə təbliğat aparır ki, cəmaət deist olur, ateist olur. Baxırlar bu düz danışmır. Mən sizə bir şey deyim də Samir. Mənim ağlımda bir məsələ var. Bunlar hamısı deyir ki, bəs Lorud ilə deyək də, Maviyə qapıdır. Maviyə getsə güya, əhl-i sünnətin bir çox məsələləri çox rahat şəkildə vurulacaq. Mən də sizə deyirəm ki, qardaşlar, baxın, əgər əhl-i sünnətin qapısı Maviyədirsə, siz çoxdan məhv olmuşsunuz. Bir sistemin ki, yəni qurulan bir dinin ki, belə deyək də, əgər peyğəmbərliyə özünüzü nisbət verirsinizsə, Maviyənin cinayətlərinə etiraf eləyə bilməyəcək qədər sizdə mərifət, vicdan, tarixə nə bilim baxış yoxdursa, sizin dinlə əlaqəniz yoxdur. Siz nəinki yeri gəlsə Mərvanı da müdafiə edirsiniz, yeri gəlsə Yeziddə müdafiə edirsiniz, siz biz tanımırıq. Siz, yəni klasik əhl-i sünnədə ən azı bu məsələ yoxdur. Ən azı məsələn Muaviyyən qardaş deyiblər də kimdir bu adam? Nəsaisi deyib, o birisi deyib, bu birisi deyib. Ay Məhəmməd xan, mən birinci Yeziddə düşəndə bir Yezidin üstünə mənim üstümə çıxmışlar. Səsi sonra Yeziddə kafir dedi özü. Sonra Mərvanı dedim çıxdılar üstünə, Mərvanı dedilər. İndi Muaviyyədə də bir nəsil olacaq axırı. Bir qəribəyik. Gedin araşdırın da bizi. Yox, məsələ budur ki, sizin əgər din dediyiniz şey, yəni sizin bütün dini təsəvvürünüzün qapısı Maviyyədirsə, ki Maviyyə vurulsa, ay qoymayın, bütün hər şey əldən gedəcək az qala, nə bilim, bizə, onda sizin nəyiniz var axı? Heç nəyiniz yoxdur. Əgər vicdanlısınızsa, qardaş, çıxın, cəsarətiniz varsa, deyin ki öz aranızda danışırsınız da, deyiniz Maviyyə kim olub ki, və çıxın deyin ki, belə Maviyyə budur. Maviyyə budur, açıq etiraf eləyin. Onun gördüyü siyasət nədir, Əməvi İslamı nədir, onu danışın, qardaş. Bir də qaydın. Raşidi xəlifələrin, özünüz ki deyirsinizsə, bizim din əslində oradan gəldi. Səhabənin əsl mayası, nüvəsi oradır. Gidin oradan danışın da, Maviyyəni vurun. Açıq şəkildə etiraf edin ki, bu adam cinayətkar olub, bu adam Əhl-i Beytə qarşı sistemli, ideoloji şəkildə müharibə aparıb bir ömür boyu. Necə ki, babası aparıb, özü aparıb, oğlu aparıb, yanında saxladığı adamlar aparıb. Qardaş, bunu deyin, ondan sonra gedin, bizim sizə nə işimiz var? Kimi deyək ki, bu adamlar indi yaxşı, bunu dedilər, ən azından buna cəsarətləri var. Raşidi xəlifəliyini götürüb yerə çırpır. Bilirəm, belə Raşidi xəlifəni nəyə tərifləyirsiniz onda? Nə qəribə şeylərdir bunlar. Məsələ nədir? Mən bunlara izah elədim bir dəfə. Bunu heç bir elm tələbələri bunlara deməmişdi. Dəli olublara izah eləmişəm bunları ki, bəs sahabəyə tərif qoymuşsa, onu görmək, iman etmək və iman üzrə ölmək. Deyirəm, İbn Əzər çıxardıq bunu. İbn Əzərdən qabaq bu düşüncə olmuyor. Buxari belə demir. Buxari deyir ki, görən sahabə. Bunu siz gətirməklə İbn Əzərdən qabaqçı dövrü 60 il qırağa. Qardaş, Bahəttin, sən də buradasan. Əlini mömin sevər, münafiq büğz edər. Hədisi var da, düzdür, səhih hədisdir. Düzdürmü? Qardaş, dünənlər at kimi üzümə deyilənir ki, deyirəm, bu hədis, Əmmarın hədisi, həm cəhənnəm əhli, həm azmış övüm, həm də ki, əlini ancaq münafiq büğz edər. Maviyyənin mahiyyətini açır tamamilə. Qutardı etdi. Ay Məhəmməd xan, onu deyəndə o əlini mömin sevər, münafiq büğz edər. O hədis bilirsən harada keçir? Müslümdə, Müslümin səhihində, iman bölümündə, iman bölümündə, bu bizə nə? Deyirsən ki, Əhməddə də keçir. Bildin mi? Bunu Müslüm, iman bölümündə gətirir. Bildim. Qardaş, burada nə var ki, bunun da her şey açıqdır da. Burada yəni o qədər şey lazımdır ki, bunu şey eləməyə. Nəysə, siz çox yordunuz. Çox sağ ol. Nədir bilin, Allah'a emanet olun. Mən çıxası oldum. Sağ olun. Bağlayıram Bayəttin. Açırsan, sən açarsan canlı. Sözüm var. Ama sandığı götürsün sonra da. Ha, ya.
Mən dediyim hədisi oxuyarsan Müslüm. Dedi, ABD qardaş qoşuldu, bir kəlmə demədi, danışsınlar. O şeydə zəng gəlib ona. Bahattin, mən dediyim hədisi oxuyarsan axırındadır, o hədisin axırındadır. Böyük hədisdir. Ha, baxacağam, mütləq baxacağım. Plus, yəni belə baxanda təəccüblü bir şey deyil, Muaviyə harama dəvət eləməsi. Yox, bunlar onu demirlər. Öz Müslümin bunu rəvayət eləməyi faciədir də, faciə. Hə, azsa. Bunu da demirlər işte. Ya bu çuluqdur. Qoy 13 saniyə keçsin, sandığı götürsün cəmaat. Sonra açırsan, Bahattin. Yox, açam, gəlir onsa başlayır. Vayraqsa söyləməyəcək, cinsə söyləməyəcək. Yola söyür, nə var? Ay, indi atarım sana, Deyirəm, baxarsan əvvəllər gəldi. təbliğat Bahattin YouTube-da gedirdi, tələbələr qoşuldu, hamısı keçib TikTok-a. Bax, Ha, özdə bir şey var ha. Bunların tələbələr deyir, TikTok-a çıxıb danışmaq haramdır, olmaz. Deyirəm, Rəşad Bəli, Ümmədovun tabii, dərsi var TikTok olmaz. barədə. Hə, amma şey yoxdur. Sonra Qamət müəllimdən də soruşurlar ki, danışmaq olar, deyir, cahillə gəl danışmasın. Bunlar niyə danışır bilmirəm, budur. Onlar Deyirlər ki, elm tələb eləyirik. Qamətin bir tələbəsi var, adını çəkməyəcəm. Hər gün demək olar canlı açır kafedə də. Yəni 200 nəfər sual verər ya verməz. 4-5 nəfərə görə yayın açır adam. Bunlar, ay Bahattin, qulaq as mənə. Bunlar TikTokda şeydə olanda Yox, YouTube-da. Qamət cəmaatı yığışdırır, qardaşını yığışdırmır TikTokdan. Məsələ nədir ay Bahattin? Bunlar bir dəqiqə danışım da. Deməli, tövbə zamanı TikTokda olanda elə bir cəmaat bunları dinləyir, bunlarla ancaq brenddirlər. Gəldilər TikToka gördülər, elm əhli buradaymış. Bunları şeydən hamısı da özü tanıyırlar bizi, başlayırsan. Mən onlarla görə danışmayım, mənə dəvət edirlər, gəl oturaq bir danışacağız deyirlər. İstəyirəm danışıram, istəmirəm. Bura istəyə atırlar, qaldırmıram. Birinci səni dəvət edəcəklər şirin-şirin, sonra başlayır təhdid eləməyə. Mən necə eləyirlər? Yox, təhdid edilməzlər, dəvət edirlər, yəni sağ olsun. Sonra şər böhtər atacaqlar, sonra nə bilim, üstüvə direktdən bəzi üzdən iraqlar göndərəcəklər ki, bir dənə mesajı tutsunlar, yazsınlar. O da olmayacaq, sonra görəcəksən ki, adıma səhifə açıblar. Birini açmışdı mənim adıma Bahattin. Öz xəstə hərfi balacan yazmış, səhv yazmışdı. Ömərin göyə adını söyüşlə. Mən də açdım, qoydum kanala ki, baxın da belə bir ad açılıb, hər səhvi var, Allah ağlının başına alıb, hər səhvi düşüb. Sonra səhifəni sildilər. Yoxa satdılar. Ay, nə əhəmiyyəti var bu bunlar böyüdüblər bunu ki, onlar mənə müsəlman oldu dedi, nə əhəmiyyəti var, ya təkfir elədi. Mənim üçün əhəmiyyəti yoxdur o insanların sözünün. Özə ki, mənim heç kimdən qəsdi qərəzliyim yoxdur. Sən orada dəvət elə. Mənə sizin dəvətiniz sərf edir. Mən bunlara deyim ki, siz hər gün açın, mənim əleyhimə dəvət aparın. Amma sözsüz asıl təhqirsiz mən təhqir edəcəm. Normal. Tənqid eləyin. Niyə? Deyim səbəbini. Siz məni əleyhimə orada canlı açanda tövbə zamanı demişəm. Cəmaət axır məni axtarıb gəlirlər də. Axtarıb gələn kimi dəlilləri qoyuram qabağına, keçirdirəm öz tərəfimə. Sonra PR, qara PR. Siz deyirəm hər gün danışın. Mən sərf eləyirəm. Anti-təbliğat özü də bir təbliğatdır da. Hə, gəlib məni axtarırlar, görürsən Samir nə danışır. Gələndə də mən də qabağına qoyuram dəlilləri. O şeydə xəstəxanada olur, ürəyi dayananda adama tok verirlər belə. Oyanmaz. Nəsini ayətmişəm elə. Bunları təsir eləyir. Hə, indi bağladım. Yaxşı, oldu. Təşəkkür hamınıza. Çox sağ olun. Allahın rəhmətində ol, sağ ol. Rüstəm dəvət edib Bahattin. O kitabı da verəcəm də sənə. O kitab demişdim sənə. Hə, inşallah. Onu görüşəndə də görüm mən. Sənə Nihatla görüşmək istəyən qardaşlar var. Keçən gəldiniz, getdiniz, görüşməz. Mən bir sənə qədər danladılar. Qardaşlar, icazə verin mən yenə də son sözümü deyim bu tövbə zamanı haqqında. Baxın. Onlar məni bir il əvvəl kanallarında video düzəldən olaraq, mən çünki editoram, videolar hazırlayıram, kanallarla əməkdaşlığım var. Bunlar da bir kanal olaraq mənə dəvət elədilər, Instagramda yazdılar ki, montajlarınızı bəyənirik, əməkdaşlıq qurmaq istəyərdik də sizlə. Mən də dedim ki, ümumi çərçivədə, yəni ixtilaf olmayan mövzularda, necə ki, məsələn, ateistlə deistin debatı olsun, nə bilim, bəzi ixtilafsız hədislər olsun, razılaşdım. Deməli, sonda məndən bir video tələb elədilər Muaviyə haqqında. Muaviyyənin leyhinə olacaq, ona haqq çıxaracaq. Hazırlamadığım üçün, öz xoşluğumla çıxdığım üçün şeyi bağladım, əməkdaşlığı pozdum.
Deməli bunlar dünən yayın açıb mənim əleyhimə danışırlar ki, o Rafizini işdən qovmuşuq. Sözə baxın bir dənə. Yəni bunların kimdir bunu? Elm tələbələri. Elm tələbələri kimdir? Asim. Yəni elm tələbəsində bu qeyri-etik bir xislət olan insandan biz bunu gözləyiriksə, bunların yetişdirdiyi o tələbələr var, bəziləri. Yəni tələbə də demək olmaz, təbliğ edirlər də indi onların yayınına qoşulurlar. Yəni bunlardan nə gözləyəsiniz siz? Yəni bir şey ki adam rədd ol deyir, qovmuşuq deyir. Halbuki mən öz istəyimdən çıxmışam sizin əleyhinizə video hazırlamamaq üçün. Və kayıt da var məndə, onların kayıtları. Bunlar Mən də qruplarına atmışam. WhatsApp-da tövbə zamanı qrupunu. Aynı hat. Bunlar Səs-səsin ardınca heç biri cavab vermir. Onların kanalını işlədən adminləri. aynı hat. Düzdür, bir 8 dəqiqəlik cavab verdi biri. Amma 8 dəqiqənin üstünə 10 dəqiqəlik səs taxdım. Məncə bunu paylaşmağa sana cavab versin kim doğrusu. Yo, mən demişəm də sözümü. Yo, o üzr istəməsə mən bunu paylaşacağam kaydı. Ya da ki, hər canlı açanda deyəcəm. Çünki o adam 100 nəfərin içində bu söz dedi. O boyda millətin içində təhqir səni salırlar aşağı və sənə şər böhtan atırlar. Məsələ odur da, girirəm ikinci səhifəni yazıram, deyirəm adam kişi olar da. Əleyhimə söz deyirsən, hələ deyirsən qovmuşuq. Mən deyirəm ki, siz özünüz birincisi məndən tələb etmisiniz, məni istəmisiniz, özünüz bəyənmisiniz. İkincisi də ki, mən öz xoşluğumdan çıxmışam. Nə ixtiyardır ki, qovuruq səni, rədd olun. Bu iki dənə kayıt məndədir. İkisi də mənim əlimdə durur. Və hər yayında da deyəcəm mən, axırda bir qızıl kəlam olaraq. Deyirəm ki, bunların xəbəri yoxdur ki, səndə ayrılmağın səs yazıları vardı. Onlar səndən necə xoşluğuna ayrılıb, sən onların necə xoşluğuna ayrılıb səs yazıları var. Yəni qovmaq söhbəti olmayıb ortada. Və bunu nə? Təbii ki, özləri mənə baxın, bir də münafiqliyə baxın, insanlardakı münafiqliyə baxın. Elm tələbələrinin yetişdirdiyi insanlar mənə deyir ki, Allah sənə bərəkət versin, gəlin xoşluqla ayrılaq. Özü də mənə dedi ki, sənin bizim kanalda işçi olmağın, yəni bizim kanalda video hazırlamağın heç yerə çıxmasın. Dedim, yaxşı, baş üstə, heç yerə çıxmayacaq. Dünən elm tələbəsi mənim haqqımda danışır. Onların elm tələbəsi ki, o adam əvvəl bizlə bir yerdə olub. Sənin öz adamın deyib axı bu söhbət heç yerə çıxmasın. Başa düşürsünüz? İndi əxlaq çərçivəsindən çıxmaq istəmirəm. Mən biraz səbirsiz adamam. Danışsam ağır sözlər deyənəm ona görə. Yəni söhbəti özü açıb, özü açdı. Amma ki unudub ki, ayrılmağın səs yazıları var, xoşluqla. Yəni sağ ol, var ol, bu da ona sağ ol, var ol. Qovmuşuq nədir? Özəki Nihadın bəyimsizliyi idi ancaq işi. Nihad süni intellektinə qədər video hazırlayır. Nihad çıxandan sonra tövbə zamanından baxın bir dənə normal videolar buraxa bilmirlər. Yoxdur. Hani videolarımız əvvəlki? Heç olmayacaq da. Oldu. Salam aleykum, bağlayıram mən. Çox sağ olun.